Sevgi Sevgi dünyada bax minlərlə, 10 minlərlə, 100 minlərlə dahi olub, yazıçı olub. Onların hər biri sevgi haqqında bir söz deyib də, məsələn, heç biri də sevgi nədir sualına cavab deyil. Elə parıltılı sözlərdir də, yəni neyniyəndə nə bilim nə olur abi, bir də götürsəm onu WhatsApp statuslarında paylaşırlar da. Bu heç bir də bir-birindən üstə düşməyən fikirlər. Çünki sevgi nədir sualının cavabı bu dünyada yoxdur. Yəni insan bir adamı niyə sevdiyini bilmir, amma ona niyə nifrət elədiyini bilir. Çünki nifrət konkret səbəbi var ki, mən buna görə buna nifrət eləyirəm. Amma sevəndə adam bilmir niyə sevir. Ona görə də bu duyğuya inanıb ailə qurmaq olmaz, təkcə bu duyğuya da. Bu şeytani hisslərdir, gəlir, gedir. Sən elə qız olub ki, elə çox xoşuma gəlib bir ay müddətində. Baxmışam ilahi, necə gözəl, nə bilim nə. Bir aydan sonraki müddətdə qız gözümə elə belə məzəli görünüb ki, fikirləşmişəm, nə yaxşı evlənmədim bundan, indi də təzədən özümü bir işə salacaqdım. Aldanmaq olmaz o duyğulara.